Onu əməllə, feillə bağlamayıblar. Onu özünüz bağlamışsınız. Danışmaqdan. Çünki biz deyirik ki, hətta insanlarla yazışanda harda ki səs atırsan, səslə danışırsan, daha çox qəbul olunur, nəinki yazı yazmaqla. Hərflərlə yazsam, sözlərlə yazsam, bu emosiyalarımı verə bilərdim sizə qızlar. Emosiyaları sözlərlə vermək olur. Mən danışdığım sözü sadəcə söz olaraq yaz. İndi bəzi yerində lap smaylik qoy, nə bilim bir yerdə gül şəkli qoy. Yox. Birdən mən deyərəm, ağzımı açaram, ağzımdan söz çıxar. Kimsə mənim haqqımda başqa bir şey deyər, yama yox deyər. Ev desin də, sağ ox atmıra, yox deyir, özünə yox deyir. O Bəxtiyar kinosunda var, gətirirlər Bəxtiyarı səhnəyə çıxardırlar. Oxumaq istəyir, oxuyur, əvvəlində səs alınmır. Yəni, hətta insanın bacarığı varsa, potensialı varsa, onu ilk şeydə biraz insan sıxılır, qızlar. Amma gerək danışasan ki, açılasan. Sizcə, mən müəlliməmmi deyim, belə danışıram? Vallahi yox. Ortada bir müddət mən aralı oldum, cümlələrim yadımdan çıxdı, sözləri dalbadal bilmədim. Bu biznesdə danışmaq çox önəmlidir. Amma danışa bilmək üçün də danışmağa başlamaq lazımdır. Uşaq sonra danışır, məşq eləyir, eşidir, dinləyir. Stoplama yerində təbii ki bilməliyik.